bugün və sabah yaxın 2 gün ərzində havanın əsasən dəyişkən buludlu və yağmursuz keçəcəyi gözlənilir. Amma təbii ki, bununla da yekunlaşmır. Bizə daha ətraflı məlumatı Hidrometeoroloji Proqnozlar Bürosunun mütəxəssisi Fidan Hacıyeva çatdıracaq. Salam Fidan xanım, ümumiyyətlə bugün və sabah bizi hansı hava proqnozu gözləyir? Buyurun. Salam, sabahınız xeyir. Yaxın 2 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, havanın temperaturu gündüz 8 dərəcə isti, axşam isə 13 dərəcə isti olacağı gözlənilir. Bölgələrimizdə də həmçinin Qarabağ və Şərqi Zəngəzur zonasında yaxın 2 gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, lakin 27-si bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək, havanın temperaturu gündüz 17-20 dərəcə isti, dağlarda isə 13-18 dərəcə isti olacağı gözlənilir. Təşəkkür edirik Fidan xanım. Bəli, bir daha vurğulayırıq ki, bugün və sabah hava şəraiti əsasən dəyişkən buludlu olacaq və yağmursuz olacağı gözlənilir. Vəfa, bizim hava haqqında çatdıracaqlarımız bu qədər. Söz yenidən sizdədir. Təşəkkür edirik Zeynəb. Çox sağ olun ətraflı məlumata görə. Müsahibinizə də təşəkkür edirik. Davam edirik.